Salam dostlar, xoş gördük. Mən Zeynəbin anası. Bugün sizlər üçün bir dəstə ispanaq, bir dəstə çeşniş, bir dəstə şüyüd və 1 litr qatıqdan dovğa hazırlayırıq. Nəzərə alsaq ki, uşaqların ən sevimli yeməklərindən biri dovğadır. İstədiyi bir də biz hazırlayaq, siz də qiymət verəsiniz. İşə əvvəlcə başlayırıq göyərtilərimizi yumaqla. Yuyub qurudandan sonra digər prosesləri göstərəcəyik. Daha sonra suyu çəkilmiş göyərtimizi doğrayıcının üzərində xırda-xırda doğrayırıq. Mən elə doğrayıram ki, nəzərə alaq. Bizdə əkizlər də bundan yiyəcək. İstəyəndə zövqə görə nisbətən iri də doğraya bilərlər. Belə xırda şəkildə doğradıqdan sonra onu bir quru qabın içinə əlavə edirik. Göyərtimizi bu cür tam hazırladıqdan, doğradıqdan sonra kənarda gözlədirik və başlayırıq dovğamızın ayranını hazırlamağa. Bıçaqla olan bütün təhlükəli işləri özüm görəndən sonra Zeynəbi köməyə çağırdım. Hər kəsə salam dostlar, bu bizim yarım litrlik qatığımız. Bu da növbəti yarım litrimiz. Qatığın içinə bir xörək qaşığı un, bir xörək qaşığı düyü, bir ədəd yumurta və son olaraq bir çay qaşığı duz əlavə edirik. Daha sonra bunları tək kütlü halına gələnə qədər tel çırpıcı ilə qarışdırırıq. Əgər yaxşı qarışdırmasaq, içi düyün-düyün qalar və dovğamız çürüyər. Belə tək kütlü halına gələndən sonra üzərinə yarım litr də su əlavə edirik. Buyur Zeynəb. Sonra ayranımız tam hazırdır. Baxın, belə bir qatılıqda olmalıdır və ondan sonra odun üzərinə qoyuruq. Ayranımız bu şəkildə buxarlanıb qaynayandan sonra üzərinə göyərtimizi əlavə edirik. Göyərtimizi ayranın üzərinə əlavə edəndən sonra yenə də əlimizi saxlamadan qarışdırmağa davam edirik. Dovğamız qaynadıqca göyərtilərimizin rəngi yavaş-yavaş dəyişir. Amma yenə də əlimizi saxlamırıq, hələ də qarışdırmağa davam edirik. Qaşığımızı qazanın içindən kənarlaşdırırıq və gözləyirik. Görürük ki, dovğamız bu cür qaynamağa başlayıb. Ondan sonra dovğamızı qazın üzərindən alırıq və kənarda soyması üçün gözlədirik. Dovğamızı qazın üzərindən kənarlaşdırsaq da, yenə əlimizi bir neçə dəqiqə saxlamadan qarışdırmağa davam edirik ki, içində olan buxarı rahatlıqla qazandan kənarlaşsın. Yavaş-yavaş soymağa başlayır və ondan sonra uşaqlarla birlikdə nuş edəcəyik. Lap yaxından çəkib sizə göstərmək istəyirəm ki, həqiqətən də ipək kimi dovğamız alındı. Qəti şəkildə nə çürümək, nə də el arasında damar atmaq deyilən proses baş vermədi. Çox gözəl şəkildə dovğamız alındı. Hər kim edəcəksə, zəhmət olmasa rəylərdə yazsın, məlumatlanaq. Dovğamız nisbətən soydu və mən onu çörək doğradığım boşqablara əlavə edib uşaqlara aparacağım. Bu Zeynəb üçün hazırladığım boşqab. Biraz da göyərtisindən əlavə edək. Və bu da əkizlər üçün hazırladığım boşqab. Kanalımıza abunə olmağı, videomu bəyənməyi, videomuzu sonuna qədər izləməyi, rəy bölməsinə yazmağı və paylaşmağı unutmayın. Sağ olun.